Salam hörmətli tamaşaçılarım. Bugün yenə Tovuz rayonunun Hacı Həsənli kəndində Kamandar müəllimin xahişi ilə müraciəti əsasında onun həyətyanı ərazisində su axtarışı eləmək üçün gəlmişəm və sizin iştirakınızla mən burada su axtarışı eləyəcəm düzəltmiş olduğum biolokatorla. Mən indi biolokatoru qaldırıram yuxarı. Əgər ərazidə su varsa, bu gözəl mənzərəli, bu dağların, uca dağların yaxınlığında, əhatəsində görək bu ərazidə su varmı? Mən biolokatoru qaldırıram və biolokator istiqamət verdi. Mən o istiqamətə gedirəm. Əgər o istiqamətdə su olarsa, biolokator mənim qarşımı kəsəcəkdir. Biolokator burada mənim qarşımı kəsdi. Biolokatorun mənim qarşımı kəsməyindən belə məlum olur ki, bu ərazidən su keçir. Bir də bu tərəfdən yoxlayaq. Bəli, həmin yerdə yenə biolokator mənim qarşımı kəsdi. Biolokatordan istifadə edərək suyun həcmini, gücünü yoxlayaq indi. Yəni ki, mən enerji verəcəm biolokatora. Biolokator sola gəlib 3 dəfə sağa gedəcəkdir. 3-cü dəfə orta xətti sağa keçməyi suyun gücünü göstərəcəkdir. 1 2 3. Bəli, biolokatorun orta xətti həddindən artıq çox keçməsi onu göstərir ki, burada yer altında axan suda, damarda hardasa 50-75'lik boru səviyyəsində, gücündə su axır.